Şəxsi tikili evimizdə, qoşadaşla tikilib, şəxsi evdə, yəni makler ev falan deyil. Qiymət 55 min deyir. Yerləşmə yeri elə bir gözəl yerdir ki, təsəvvür elə bax evdən 160 nömrəli Koroğlu işlə avtobusa qədər məsafə 50 metrdir. 50 metr piyada girsən, avtobusa minirsən. Məktəb 218 nömrəli məktəbə heç 20-30 metr məsafəsi var. 84 nömrə bağça düz elə evin böyründədir. Bir ev məsafəsi var. Çox gözəl yerdədir. Yəni hamının istədiyi bax buradır. Qonaq otağıdır. Əşyaların da yarısı qalır. Qonaq otağından bax bura girişdədir. Bura evin mətbəxdən də adrenli qapı qoyublar. Çöldən koridordan mətbəxə keçmək olur. Plus da buradan da keçid var. Yəni mətbəxdə bişirdin, burada oturdun, yedin. Qonaq otağında bura evi İran peysi ilə qızdırırlar. Koridor sistemi göstər, sanitar qovşağını bir dənə göstər. Sanitar qovşağının aksesuarları da hamısı işləyir. Bax, mətbəxə giriş buradan da var. Yəni istərsən ayrı da ayıra bilərsən. Plusdakı yataq otaqlarımız var. Bu bir yataq otağı. Bax, görürsünüz. Yataq otaqlarınızın əşyaları da qalır. Özü qoşa daşlı raşotkalarına qədər də hamısını vırıb pəncərələr. Bir dənə də digər yataq otağımız. Digər yataq otağımızdır. Yataq otağını göstərin, zəhmət olmasa. Dostlar, indi həyət yanı ərazisini göstərir. 2 sotdadır. Həyətə 2-3 maşın rahat girir. Adrenli quyu, suyusu, işığı, qazı hamısı var da, yəni şəxsi evdə. Dostlar, evimizin həyət yanı ərazisidir. Gördüyünüz kimi 2 sotdadır. Birbaşa məhləyə açılır. Quyusuydu, quyusu buradır. Qazı, işığı, ağaclar var. Bax, ağacına qədər hər bir ağaclarda. Yəni, köhnə evdir də, ağaclı həyəti var. Evin arxasına da keçid var. Hər tərəfində şkatur vurulub. Belə ev. Yəni həyətə 2-3 maşın rahat gedir. Qiymət 55 min. Start qiymətdir. Əşyalardan da yarısı qalır. Plus padvala keçid yeri qoyublar. Hamamın da yeri betondur. Yəni splaşını betondur. Altı boşdur. Yerdən də kürsülüdür. 55 min.